5 otaqlı, kifayət qədər geniş həyətyanı sahəsi, navesi, dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Masazır qəsəbəsində, Cantəpə ərazisində sizlər üçün münasib qiymətə təklif olunan səliqəli, gözəl gördüyünüz kimi həyət evimizin təqdimatını edirəm. Girişdə burada ortada trapdır, mərkəz kanalizasiya sistemidir, suyu qaz işığı da hər bir şey öz qaydasındadır. Evlə ev arasında kifayət qədər məsafəsi də buraxılıb və yavaş-yavaş qalxıram evimizin daxili təqdimatını sizlər üçün göstərməyə. Girişdə ağır seyf qapısı, evimizin giriş dəhliz hissəsi, kafe gördüyünüz üzrə hər biri isti döşəmədir və pilləkənlərimiz betondandır. Gördüyünüz kimi pilləkəndə qalın betondan istifadə olunub. Həqiqətən də çox möhkəmdir və burada yerləşir evimizin qonaq otağı. Təmir keyfiyyətindən söz ola bilməz. Xırda para işlər qalıb, onların da hər biri tam təmirli sizlərə təhvil veriləcək. Keçid edirəm evimizin mətbəx hissəsinə ki, mətbəx hissəsi də isti döşəmədir. Dəyərli izləyicilərimiz, tavanda spot led işıqlandırması və mətbəx hissəsindən də evimizin arxa hissəsinə keçmək üçün ev sahibi tərəfindən yer buraxılıb. Burada da isti polun kollektorunu görə bilərsiniz. Radiator sistemi də hər biri tam qaydada bura yığılacaq. Keçid edirəm evimizin birinci mərtəbəsində olan sanuzel hissəsini sizlər üçün göstərməyə, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi səliqəli, gözəl sanuzel hissəmiz. Pilləkənin altında istəsəniz qardırop da yığa bilərsiniz. Qalxıram evimizin ikinci mərtəbəsinə. Dəyərli izləyicilərimiz, pilləkənlərin kənarlığı dəmirlikdən, ikinci mərtəbəmizdə ayrı-ayrı 3 yataq otağı və sizlər üçün pilləkənləri qalxanda sağ hissədə yerləşən sanuzelimizi göstərim. Gördüyünüz kimi və ayrı-ayrılıqda bir-birindən gözəl, geniş 3 yataq otağı və bütün pəncərələrdə qarşısı açıqdır. Burada ikinci yataq otağımızı görə bilərsiniz və sonuncu, üçüncü yataq otağımız ki, buradan da eyvana çıxış. Gördüyünüz kimi evimiz də gün görən bir evdir, yəni içərisi daima işıqlıdır. Həyət yan sahəsi kifayət qədər, bir daha deyirəm, genişdir. Əlavə olaraq evlə bağlı kimin nə sual olsa səhifəmdə olan əlaqə nömrəsi əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox sağ olun.